Kur'an-ı Kerim En'am suresi 74. ayetin 1. sətrində Vazkale İbrahim Lebi Azer diye böyle bir ayet geçir. En'am suresi 74. ayetin 1. cümlesi Vazkale Lebi İbrahim Lebi Azer, yani İbrahim atası Azer'e belə dedi. Onun ne dediğini açıp okuyarsınız, yani uzun vaktinizi almayın. O da sistem edir atasına ki, sen de mi bütpərəstlərdən olmak istəyirsən filan, belə şeyler deyir. Neyse, onu koyduğu bir kenara. İbrahim'in atası Azer'dir. Ərəblərdə Azer adı yoxdur. Yani ben kulaktan dolma bilgilerle değil, ben birbaşa Ərəbistan'da yaşadığım için ve bu sualı ben onlara verdiğim için bilirəm ki, Ərəblərdə Azer adı yoxdur. Azer adı Türklerde de yoktu. Yani Anadolu Türklerinde yoktu. Türkistan Türklerinde yoktu. Azer ismi sadece Azerbaycan'da yaşayan Türklere has bir isimdi. Sonradan bu Kur'an-ı Kerim'in mealiyle meşgul olanlar, Kur'an-ı Kerim analiz edenler bu karara gelirler ki, bu Azer her kimdirsə çok mənfi bir tipdir. İbrahim onun oğlu olur ve İbrahim'e Ebul Enbiya deyirlər, Nəbilərin atası. Nəbi de peygamber demektir. Yani peygamberler de iki cür olur. Birisi semavi kitapları kabul edip halka, avam halka yönlendiren, birisine de halk arasında peygamber deyirlər, ağsaqqal olur. Həmin o peygamberlerden 124 bin var deyilənlərə göre. Ama semavi kitapların halka çatdırılmasında birbaşa vasitəci olan ve onlar Resul Ekrem dedikleri peygamber Davud olup, Musa, İsa ve Resul Ekrem Peygamber Aleyhisselam Muhammed. İbrahim'in atası Azer olup ve İbrahim'e de Ebul Enbiya deyiblər, peygamberlerin atası. Ve İbrahim'in 3 hanımı olup. Birinci hanımı Sara olup. Sara'dan bir oğlu olup, adın İshak olup. İkinci hanımın adı Hacer olup. Ondan bir uşak doğulup, ona İsmail adı verilip ve o İsmail ile birlikte bugünkü Kəbəni tikiblər. Yani İsmail daha körpəykən o Kəbə tikilib. Etrafında tavaf edilen Kəbə. İsmail, İbrahim Aleyhisselam vakti zamanında tikib onu. Ve 3. hanımı var. 3. hanımının adını kimse zikr eləmir, dilə gətirmir. Ya burada illa bir bit yeniği var. Yani eğer bu Ebul Nebiye ise, bu bütün peygamberlerin atası ise, niye bunun 3. hanımının adını dile getirmiyorsunuz? Yani burada ne emma var ki siz ona böyle ona ısrarla mesafede saklıyorsunuz? O 3. hanımının adı Kantura'dır. Kantura bir Türk olup, adından da bellidir. Kantura Türk olup ve daha genç olduğuna göre 6 övladı olub ve 6'sı da oğul olub Kantura'nın. Ve bu evlatların adları bu müqəddəs kitabla keçər, yaradılış kitabında keçər, müqəddəs kitabda keçər o İbrahim Peygamber Aleyhisselam'ın uşaqlarının adı, ama o Müslümanlar arasında o isimler zikredilmez. Simran'dı, Joksan'dı, Medan'dı, Midyan'dı, İşbak'tı ve Şuat. Yani bu isimlerden ben Ərəb diline yakın, Ərəb isimlerine yakın bir tek Simran var. Onun haricinde biraz da Şuayb peygambere yakın bir Şua ismi biraz çağrıştırır ve selam. Onun haricinde İşbak'tı, Medan'dı, Joksan'dı, Midyan'dı, bu isimler hiçbirisi Ərəb isimleri değil. Yani bunu da es geçirlər.
bunu da dile getiren yoktu. Sanki İbrahim Aleyhisselam'ın ki herkese o çok güzel davranır ve hatta onun bu güzel davranışlarına göre ona Halilullah ləqəbi verilib, Allah'ın dostu ləqəbi verilib Halilullah. Ve evine de gelen qonağı yemek yedirdikten sonra yolcu edermiş. Evine gelen qonağı az yola salmazmış ve süfrəsinə də Halil İbrahim süfrəsi deyiblər. O kadar bereketli olub onun süfrəsi. Demek İbrahim'in uşaqlarının adını dedim. 8 oğlu olub, 3 xanımla. Onun uşaqlarının adını dedim. Və bu uşaqlardan onun nəvəsi olub Yafəs. İndi bu Yafəsin bizimlə bir bağlılığına söhbəti gətirmək istəyirəm. Demək, Xəzər Kağanı Yusuf İspaniyada Ərəb əmirliyi olub. Kordobada, Andalusiyada, Granadada filan. Toplam 5 ya 6 əmirlik olub. Onların baş vəziri, sadrazam dedikləri Yahudi əsilli Xastay bin Şafrut olub. Xastay bin Şafrut Xəzər Kağanlığı ilə yaxından maraqlanırmış. Və Xəzər Kağanı İosifə məktub göndərir. Deyir ki, Yusuf daha doğrusu, adı Yusuf'tur. Onun məktubda İosif olarak keçir. Deyir ki, siz kimsiniz? Və Xəzər Kağanı Yusuf Xastay bin Şafruta cavab məktubunda yazır ki, biz Hazreti İbrahim'in nəvəsi Yafəsin 10 oğlundan 7-cisi Xəzərin, 9-cusu Bulqarın və 10-cusu Savarın varisləriyik. Bu faktlar gizlədilir. Mən bu faktı, bu məktublaşma faktını bu kitabdan sizə oxuyub deyirəm. Yəni Anatoliy Novoselsevin Xazarski Kağanat kitabından. Səhifəsini də istərseniz deyin, 90 neçə qoy baxın. Yəni məlumat səhih, dəqiq olsun deyə 90, üzr istəyirəm, 64-cü səhifəsi. Bu kitabın 64-cü səhifəsində mənim dediyim bu hadisə olduğu kimi burada qeyd eləmişəm. Görürsünüz, burada karandaşla, bax burada karandaşla, mən görürsünüz, bax burada karandaşla mən bunu qeyd eləmişəm ki, tez tap. Yəni bütün bunları deməkdə məqsədim odur ki, yani ne kadar gizletsələr də, ne kadar qəbul etməsələr də, Türklərin Peyğəmbər sülaləsində varlığını inkar etsələr də, bu bir faktdır. Türklər Peyğəmbər sülaləsində var olub və istər Musəviliyin, istər Xristiyanlığın və istərsə də İslamın yayılmasında Türklərin çox böyük əməyi olub. Çox böyük əməyi olub və bugünə qədər bunların arasında Yahudi, Musəvi Türklər var, İsəvi Türklər var və Muhammedi Türklər var. İslam dini, Xristiyan dini və Musəvilik, Yudaizm bizimlə birbaşa, bir ulus olarak, bir toplum olarak bizimlə birbaşa iç-içə olan dinlərdir və heç birisinin bizim üçün birinin diğerindən üstünlüyü yoxdur. Hər üçü səmavi kitablar sayəsində Yaradan tərəfindən nazil edilmiş kitablardır və Karayan Türkləri Musəvilərdir, Qaqavuz Türkləri, bəzi Kırım Türkləri və Tataristan Türklərinin bəziləri Hristiyandır və Oğuz Türklərinin
Türkistanda yaşayan Türklerin tamamı ve Çin, Sincan bölgesinde yaşayan Türklerin tamamı Müslümandı. Bugün söylemek istediklerim bu kadar. Allah'a ısmarladık.